bərpa, həyatın yenidən qurtuluşu qədim Azərbaycanın geniş, ucsuz-bucaqsız düzənlikləri, sərin dağların qoynunda və axan çayların sədası altında yerləşən Qızılçay kəndi 1000 illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvəsindən aşağı süzülən qızılı günəş şüaları kəndin dardaş yollarını, köhnə evlərin səssiz divarlarını və torpağın zəngin nəm ətirini oyadır, sakinlərə yeni bir başlanğıc və sarsılmaz ümid bəxş edirdi. Lakin bu gözəl təbiət mənzərələrinin arasında həyatın sərt reallıqları və qəfil baş verən hadisələr insanların nəzarətini itirməsinə və qəlblərində dərin yaralar buraxmasına səbəb olurdu. Kənd sakinləri üçün ən böyük xəzinə maddi sərvətlər deyil, atalarının buraxdığı müqayisə olunmaz dəyərlər, sevgi, mərhəmət, ədalət və dürüstlük idi. Bu dəyərlər nəsildən nəsilə ötürülür, hər kəs öz həyat hekayəsində, keçmişin ağır xatirələrində və gələcəyin parlaq arzularında onları yaşayırdı. Lakin son zamanlarda Qızılçay kəndi iqtisadi çətinliklər, ağır qış fırtınaları və müasir həyatın gətirdiyi dəyişikliklər səbəbindən sanki bütün həyatın nəzarəti əldən verilmiş, qəlblərdəki dərin yaralar ağırlaşmışdı. Murad, kəndin ən hörmətli ailələrindən Məmmədovlar nəslinin övladı, uşaqlıqdan bəri kəndin dardaş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o həqiqət səsi bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inamın və əzmkarlığın toxuması kimi dərin izlər buraxmış, ona həyatın hər çətinliyinin öhdəsindən gəlmək üçün lazım olan ruhani gücü bəxş edirdi. Lakin kəndin həyatı indi daha da sərt və çətin idi. Uzun, soyuq qış ayları torpağı buzla örtürdü, məhsul azalır, su ehtiyatları daraldı və kəndin iqtisadi vəziyyəti çətinləşdi. İnsanlar həyatın bu sərt dövrlərində öz nəzarətlərini itirir, qəlblərindəki dərin kədər və ümid itkiləri ilə üz-üzə qalırdılar. Hər kəs sanki keçmişin acı xatirələrini və unudulmuş ümidləri yenidən tapmağa çalışırdı, amma hər dəfə həyatın sərt reallığı qarşısında bu axtarış sarsılırdı. Bir gün Murad təsərrüfat işləri ilə məşğul olmaq üçün erkən səhər yola çıxdı. O, Ataya-Qürurəun üzərində, kəndin dardaş yollarından keçərək uzaq, sakit meşələrin arasında yerləşən, sərin və dərin bir dərəyə çatdı. Dərənin suları sakitcə axır, sanki zaman burada dayanmışdı, hər şey öz təbii dövranında davam edirdi. Murad, dərənin kənarında dayanıb, suyun incə səsinin, dalğaların yavaş hərəkətini diqqətlə dinləyərkən, içində sanki unudulmuş, itirilmiş ümidin və doğru səsin təzə işığını yenidən tapdı. O, həyatın hər anı, nəzarətin itirildiyi, kədərin dərinləşdiyi anlar, içimizdə yeni ümidlər, yeni başlanğıclar doğurur, deyə düşünərək, öz iç dünyasında sarsılmaz bir qərara gəldi. Mən, itirilmiş nəzarətimi və qəlbimdə yanan həqiqət səsini yenidən tapmalıyam. Bu dərin düşüncələr və hisslər Muradı o qədər təsirləndirdi ki, o, kənddə Qəlbin Səsi adlı bir layihə başlatdı. Layihənin məqsədi, hər kəsin öz hiss səsini dinləməsi, atalarının eşq dolu nağıllarını və dəyərlərini yenidən canlandırması və həyatın ən çətin anlarında belə qəlbdə yanan o doğru səsi taparaq yenidən nəzarəti ələ alması idi. İlk iclas zamanı Murad səmimi və dərin səs tonunda bütün kənd sakinlərinə müraciət etdi. Əziz dostlar, həyatımızın hər anın nəzarətin itirildiyi, kədərin dərinləşdiyi anlar bizə yeni ümid və başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarının, onların bizə buraxdığı müqayisə olunmaz dəyərləri unutmadan, qəlbimizdə yanan o doğru səsi tapmalı və onu yaşatmalıyıq. Bu səs həyatın ən böyük həqiqətidir. O, bizə hər çətinliyi sevgi və mərhəmətlə aşmağa yol göstərir. Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və Qəlbin Səsi layihəsi kəndin mədəni həyatında və iqtisadi inkişafında böyük dəyişikliklərə səbəb oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında itirilmiş nəzarəti tapmağa, hər kədərin içində doğan yeni ümidləri və doğru səsi eşitməyə başladılar. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri öz həyatlarına tətbiq edərək, kənd təsərrüfatında, məktəblərdə və bazarlarda yeni metodlar və ideyalar ortaya qoydular. Hər kəs həyatın hər anının inkubasiya prosesində, hər acının, hər kədərin içində gizlənən yeni ümid işığının doğduğunu dərk edirdi. Məktəbdə müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməli və qəlbimizin səsini eşitməliyik.
Hər kədərin, hər acının ardında gizlənən ümid və doğru səs bizim gələcəyimizi yol açır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Kəndin iqtisadiyyatında isə yeni istehsal metodları və modern texnologiyaların tətbiqi məhsuldarlığı artırdı və kəndin həyat şəraitini yaxşılaşdırdı. Amma ən əsası, hər kəs bu inkişafın yanında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı. İnsanlar itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapdılar və qəlbdə yanan o müqayisə olunmaz doğru səsi onların həyatında yeni başlanğıcların və müqayisə olunmaz ümidin təcəssümü oldu. Murad, qürur adlı atı ilə keçdiyi uzun və mənalı yolçuluqda hər addımında, hər nəfəsindən öz qəlbində yanan o sarsılmaz ümid və sevgi işığını hiss edirdi. Qürur onun ritmik addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Bu, ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının içində yeni ümid və dərslər doğurduğunu bir daha sübut edirdi. Zamanla qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi, kəndin hər küncündə, hər evində və hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə kənd sakinləri atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini bir araya gətirərək öz hissəsini dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o doğru səsi eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Bir neçə il sonra Kiçik Güldən kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, həm də atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməli və qəlbimizdə yanan doğru səsi tapmalıyıq, çünki o səs bizə gələcəyin parlaq səhifələrini açır, deyərək gələcək nəsillərə ümid bəxş edirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Güldən kəndinin hər bir sakinin qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və hakimin səsi, qürurun və sevginin nağılı dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini heç vaxt unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Güldən kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən sevgi işığını ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan Kiçik Güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi.
Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik güldən kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, kiçik güldən kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən sevgi işığını ürəklərində saxlayaraq, həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik güldən kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, kiçik güldən kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən sevgi işığını ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı.
Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi.